Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 5 mart tarixində ali təhsil müəssisələrinə və eyni zamanda kolleclərə qəbul olmaq üçün qeydiyyatı aktiv edibdir və ilk öncə bizə bunun üçün şəxsi kabinet lazımdır. Şəxsi kabinetini necə yaratmaq lazım olduğunu sizə göstərim. Və biz Google axtarış sistemində DimQovac yazırıq, yaxud Dövlət İmtahan Mərkəzi yaza bilərik. Elə ekrana çıxan birinci hissəyə daxil oluruq və burada siz telefonla daxil olsanız görəcəksiniz ki, burada 3 xətt var. Sol yuxarı küncdə 3 xətt var. Həmin sol yuxarı küncdəki 3 xəttin üzərindən vuranda bizdə belə bir menyu açılır və burada şəxsi kabinet yazısını görürsünüz. Onun üzərindən vururuq və burada bizim şəxsi kabinetimiz olmadığına görə qeydiyyat xanası var. Burada qeydiyyat xanasının üzərindən vururuq və artıq biz qeyddən keçmək üçün burada lazım olan məlumatları daxil edirik və əgər burada sizdə vəsiqəmiz köhnə nəsil vəsiqədirsə, burada seri nömrəsini AZ yazırsınız, amma ancaq yeni nəsil vəsiqədirsə, hər hansı bir şey yazmışsınız, elə bunu boş saxlayırsınız. Burada bizdən sənədin nömrəsini soruşur və eyni zamanda fin kodu soruşur. İndi mən sizə göstərim ki, köhnə və yeni vəsiqələrdə fin kodu hardadır. Əgər sizin vəsiqəniz köhnə nəsil vəsiqədirsə, burada AZ sözü vəsiqəmizin seri nömrəsidir və ondan sonra gələn 9 rəqəmli simvol isə bizim vəsiqəmizin nömrəsi, yəni biz bu xananı doldururuq. Eyni zamanda köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxs vəsiqələrində isə burada bizim vəsiqəmizin nömrəsi AA ilə başlayan 9 rəqəmli simvoldur. Fin kod isə burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur. Ən son vəsiqələrdə isə artıq 2026-cı ildən bəzi namizədlər bu vəsiqəni əldə edibdir. Bu vəsiqədə isə bizim burada yenə fin kodumuz burada fərdi identifikasiya nömrəsi yazılmış budur və vəsiqənin nömrəsi isə artıq yeni vəsiqələrdə AB yazılıbdır. Vəsiqənin nömrəsi, yəni bu ən son 1 ay, 2 ayda alınmış vəsiqələrdir. Yəni siz bu şəkildə öz məlumatlarınızı burada müvafiq xanada qeyd edirsiniz. Bir daha qeyd edirəm, köhnə vəsiqələrdə burada AZ yazırsınız, amma yeni vəsiqələrdə heç bir şey qoymursunuz, boş saxlayırsınız. Və indi biz burada sənədimizin nömrəsi olan AA ilə başlayan 9 rəqəmli simvollarımızı daxil edirik və daha sonra burada fin kodumuzu yazırıq və daha sonra şəxsi kabineti yarat, bunun üzərindən vururuq. Ekranda artıq belə bir hissə açılır. Burada şəxs haqqında məlumat var. Onun orada məlumatları qeyd olunmalıdır. Məsələn, burada fakt yaşadığı rayon yoxdur. Biz həmin fakt yaşadığı rayonu qeyd etmək üçün həmin bu seçimlərin üzərindən vuraraq fakt yaşadığımız yeri qeyd edirik və 11-ci sinif şagirdləri artıq buraxılış imtahanını bilirsiniz 9 mart və 15 martda iştirak edəcəklər və həmin şəxslər məktəblərin yerləşdiyi yerə görə də imtahanı verirlər. Amma əvvəlkilərin məzunları yaşadığı yerə görə 19 aprel tarixində 11-ci sinif üzrə buraxılış imtahanı verəcəklər və biz yaşadığımız yeri seçdikdən sonra mobil nömrəmizi daxil edəcəyik. Biz artıq fakt yaşadığımız yeri, kim harda yaşayırsa oranı seçir. İndi biz namizədimizi Abşeron rayonu yaşadığına görə Abşeron rayonu seçirik. Və daha sonra burada mobil nömrə var. Biz mobil nömrəni də aktiv mobil nömrə olmalıdır, yəni zəng gəlib, zəng gedən belə deyək, nömrə olmalıdır. Həmin nömrəni burada daxil edirik və eyni zamanda burada elektron post ünvanı da var, onu da yazırsınız. Daha sonra burada siz bizim şəxs kabinetinin parol var, həmin parolda biz özümüz təyin edəcəyik və təbii ki, bu məlumatları bir yerdə yazmaq lazımdır ki, bu məlumatlar sonra bizə lazım olacaq. Və daha sonra biz aktiv mobil nömrəni yazırıq. Təbii ki, burada sizin nömrəsinin öz adınızda ola bilər, yaxud valideyn adınızda ola bilər. Və nömrəni yazdıqdan sonra burada elektron post ünvanı var. Elektron post ünvanı yaza da bilərsiniz, yazmaya da bilərsiniz, amma yazmağınız olsa daha yaxşı olardı. Daha sonra burada biz şəxs kabinetinin parolunu yazırıq və burada 12-20 simvol arası parol yazırıq və eyni zamanda burada işarələnmiş məsələn simvollar var. Nida işarəsi, ət işarəsi, DS bunlardan istifadə etmək tövsiyə olunur. Əks halda parol yəni təyin edilməyəcək. Və daha sonra biz parolu vurub baxa da bilərik parolumuza. Daha sonra aşağıda da eyni parolun təkrarını yazırıq və daha sonra yadda sal düyməsini sıxırıq və bundan sonra bizim qeyd etdiyimiz mobil nömrəyə kod gələcək. 3 dəqiqə ərzində həmin o kodu bura daxil edirik. 6 rəqəmli kod görürsünüz telefona gəlibdir. Həmin kodu biz müvafiq olaraq xanaya, yəni 950 733 6 rəqəmli parolu müvafiq xanaya yazaraq biz artıq şəxsi kabinetimizi yarada bilərik və həmin kodu biz bura daxil edirik və daha sonra görürsünüz burada var şəxsi kabineti yarat və şəxsi kabineti yarat üzərindən vuraraq biz şəxsi kabinetimizi yaratmış oluruq və artıq ekranda görürsünüz yazır şəxsi kabinet yaradıldı və biz burada kabinetə keçid üzərindən vuraraq şəxs kabinetimizə baxa bilərik. Və biz burada görürsünüz kabineti artıq yaratdıq və daha sonra burada məlumatları görə bilərik. Bəzən abituriyentlər bildirir ki, bəzi şəxslərdə burada ata adı görsənir və eyni zamanda ana adı da görsənir, amma məndə yoxdur, orada heç bir problem yoxdur. Əsas olan sizin şəxsi kabinetinizin burada yaradılmasıdır və biz artıq şəxsi kabineti yaratdıq. Bundan sonra biz
qeydiyyatdan keçə bilərik və bu artıq belə deyək, birinci mərhələ idi. Bundan sonra necə qeyddən keçmək lazım olduğunu göstərəcəm sizə. Amma mütləq şəkildə birinci növbədə şəxsi kabineti bu şəkildə yaratmalısınız. Bütün abituriyentlərin hər birinə uğurlar arzu edirəm.